Əllamə Təbətəbaiyə görə insan bağışlaya bilmirsə, bunun səbəbi qəzəb qüvvəsinin ruhdan güclü olmasıdır. İrfan alimləri deyir ki, bağışlamağın ən yüksək mərhələsi başqasını onun xatirinə yox, Allah xatirinə bağışlamaqdır. Ariflər düşünür ki, əgər Allah məni bu qədər səhvlərimə baxmayaraq bağışlayırsa, mən də bəndələri bağışlamağı öyrənməliyəm. Ayətullah Behçət ağa haqqında nəql edilir ki, bir nəfər onun haqqında ağır sözlər deyir və onu tənqid etməyə başlayır. Tələbələrindən biri əsəbləşərək deyir ki, axı bu insan sizin haqqınızda belə danışır, nə üçün cavab vermirsiniz? Ayətullah Behçət ağa sakit şəkildə cavab verir. Əgər dediyi doğrudursa, mənə xəbərdarlıq və yaxşılıq etdi. Əgər yalandırsa, mən niyə onun günahını öz qəlbimdə böyüdüm? Beləliklə ariflər inciliyi ilə məşğul olmaq əvəzinə qəlblərini qorumağa çalışırlar. Tələbələri Əllamə Təbətəbai haqqında nəql edir ki, bəzi adamlar onun elmi fikirlərini səhv başa düşüb tənqid edirdilər. Tələbələri deyirdi ki, ustad nə üçün cavab vermirsiniz? Əllamə Təbətəbai deyirdi ki, insanların sözləri mənim həqiqətimi dəyişmir. Mən qəlbimi qorumağa daha çox diqqət edirəm. Bu irfan alimlərinin çox vacib bir yanaşmasını göstərir. İnsan başqalarının sözlərinə görə daxili sakitliyini itirməməlidir. Şəhid Mürtəza Mütəhərrir insanın incinməsi haqqında belə bir fikir yazır. İnsan bəzən düşünür ki, onu incidən şey başqasının davranışıdır. Amma əslində incimənin kökündə çox vaxt nəfsin gizli gözləntiləri dayanır. Qeyd olunur ki, insan özünü çox ciddi qəbul edəndə daha tez incinir. Bunlara baxmayaraq, bəli, ariflər də ağır hiss edir. Şəhid Mürtəza Mütəhərrir yazır ki, mənəvi kamillik insanın hisslərini öldürmək deyil, tərbiyə etməkdir. Yəni kamil insan daş kimi hissiz olmur. Əksinə bəzən daha incə və daha həssas qəlbə sahib olur. Fərq bundadır ki, adi insanın qəlbində inciklik qalır. Arifin qəlbində isə tez keçib gedir. Əllamə Təbətəbai insanın qəlb vəziyyətini izah edərkən belə bir məqam qeyd edir. İnsan incinəndə iki şey baş verir: hadisənin özü və insanın ona verdiyi mənəvi reaksiya. Adi insan hadisəni saatlarla, günlərlə düşünərək suallar verir. Niyə belə dedi? Niyə mənə belə davrandı? Bu düşüncələr ağırlığını böyüdür. Arif isə hadisəni daha fərqli görür. Bu hadisə mənim nəfsimi tanıtmaq üçün bir fürsət idi. Bu baxış ağrını uzun müddətli kinə çevrilməyə qoymur. İrfan alimləri deyir ki, ariflər də bəzən gecə tək qalanda ağlayırlar. Amma bu ağrı adi incilikdən fərqlidir. Ayətullah Həsənzadə Amili belə deyirdi: ariflərin göz yaşlarının çoxu insanların ona etdikləri üçün deyil, insanların Allahdan uzaq düşməsi üçündür. Şəhid Mürtəza Mütəhərrir insanın mənəvi inkişafı haqqında danışarkən deyirdi ki, insan kamilləşdikcə hadisələri öz mənliyi ətrafında görməyi tərk edir. Çünki incilik çox vaxt mənə qarşı edildi düşüncəsindən yaranır. İrfan alimləri deyirlər ki, ariflərin çoxunun daxilində belə bir dua var: Allahım, insanların mənə etdiklərini bağışla, çünki onlar bilmirlər. Ayətullah Həsənzadə Amili haqqında onun dərslərinə gələn tələbələrdən biri danışır ki, bir adam ona çox ağır və hörmətsiz sözlər demişdi. Həmin tələbə soruşur ki, ustad, filan adam sizin haqqınızda çox pis danışır, biz buna cavab verək. Ayətullah Həsənzadə Amili bir qədər sakit qaldıqdan sonra deyir ki, əgər o mənim haqqımda dediklərində haqlıdırsa, Allah ona savab versin ki, mənim eybimi göstərdi. Əgər haqlı deyilsə, onda onun sözləri mənə deyil, özünə zərər verər. Ona görə də insanın qəlbi başqalarının sözləri ilə idarə olunmamalıdır. İnsan bütün ömrünü başqalarının sözlərinə cavab verməklə keçirsə, öz ruhunu tanımağa vaxt tapmaz.